O, müasir ingilis dilli ədəbiyyatın güclü qələmlərindən biridir. Tarixi mövzuları şəxsi hekayələrə çevirə bilir. Süjetdən çox emosiyalara diqqət çəkməyi bacarır. O, Seçilmişlərin növbəti və ilk qadın qonağı İrland yazıçısı Maggie O'Farrell'dir. Kiçik xatırlatma edim. Seçilmişlər rubrikamda bir qayda olaraq ən azı 3 kitabını oxuduğum və razı qaldığım müəlliflərdən bəhs edirəm. Həmçinin həmin oxuduğum kitablarla bağlı təəssüratlarımı bölüşürəm. Elə isə müəlliflə başlayaq. Maggie O'Farrell 1972-ci ildə Şimali İrlandiyada anadan olub. Uşaqlığı İngiltərədə və Şotlandiyada keçib. Cambridge Universitetini bitirib İngilis ədəbiyyatı üzrə təhsil alıb. Gənclik illərində jurnalistika ilə məşğul olub, müxtəlif nəşrlərdə çalışıb. Bu təcrübə sayəsində müşahidəçilik qabiliyyətini yüksəldib, detalları daha dəqiq təsvir etməyi öyrənib. Bir neçə nüfuzlu mükafatın qalibidir, əsərləri bir çox dilə tərcümə olunub, böyük oxucu kütləsi var. Yazıcı William Sutcliffe evlidir, 3 övladı var. Yazıçılıq fəaliyyəti ilə yanaşı yaradıcı yazarlıqla bağlı universitetlərdə mühazirələr oxuyur. Mənim müəlliflə tanışdığım isə 2 il əvvəl Esme Lennoxun Yoxa çıxması romanı ilə başlayıb. İndirim kampaniyasında kitab dükanlarından birində əlimə aldığım və üz qabığını heç bəyənmədiyim bu romanın annotasiyası diqqətimi cəlb eləmişdi. Günlərin bir günü psixoloji dispanserdən gələn telefon zəngi Iris adlı gənc qızın həyatını dəyişir. Məlum olur ki, dispanserin yaşlı sakinlərindən biri onun yaxın qohumudur və klinika bağlandığı üçün həmin yaşlı qadın onun qəyyumluğuna keçir. O da məlum olur ki, həmin yaşlı qadın Iris'in nənəsinin doğmaca bacısıdır. Sadəcə nənəsi Alzheimer xəstəsi olduğu üçün etibarlı mənbə kimi ondan məlumat almaq olmur. Beləliklə, Iris qoca qadınların xatirələri, əldə etdiyi məlumatlar hesabına ailəsinin başına gələn dəhşətli hadisələrə aydınlıq gətirməli olur. Retrospektivdə Edvardian dövrü təsvir edilsə də, bir müddətdən sonra hadisələr gotik ab-hava verməyə başlayır. Nümayiş edilən ədəb-ərkan, zərafətin arxasında zorakılıq, qətl, işgəncə, riyakarlıq gizlədilir. 3 rakurslu təhkiyə şəxsən mənim üçün xaos yaratmadı. Əksinə, ömrü boyu susturulana səs hüququ verdi. Əslində, normal kimi təqdim edilənin anormal olduğunu, dəli hesab edilənin yeganə sağlam düşüncə sahibi olduğunu görməyimə kömək oldu. Bir də ayıldım ki, unudulmağa məhkum edilmiş, həyatı əlindən alınmış qadının yox oluş hekayəsinin iştirakçısıyam. Qorxuya düşdüm, ancaq müəllifin bu qorxunu, ağrını çatdırmaq qabiliyyətinə heyran qaldım. Təsəllim oldu ki, ruhi xəstəliklərin müalicə üsulları artıq dəyişib. Hər qeyri-adiliyi dəli elan etmək haqqı bir çoxlarının əlindən alınıb. Maggie O'Farrell'in haqqı əlindən alınmış növbəti qəhrəmanı ilə bir il sonra rastlaşdım. Düzü müəllifi unutmuşdum, ancaq yenə necəsə oldu, təsadüf nəticəsində əlim üz qabığı ilə diqqətimi çəkən bir kitaba uzandı. Üz qabığından mənə baxan kədərli gözlər nəsə fərqli hekayə vəd edirdi. Annotasiyada bu vədi doğrultdu. Rus nəşrində Lucrezia'nın portreti kimi tərcümə edilən, orijinal adı Evlilik portreti olan romanda hadisələr intibah dövründə İtaliyada baş verir. Nüfuzlu Medici sülaləsinin nümayəndəsi Lucrezia Medici'nin həyatı ilə tanış oluruq. Əsərdə Lucrezia'nın Florensiyada, sarayda keçən uşaqlıq illəri, ailə üzvləri və dayəsi ilə münasibətləri, 13 yaşında vəfat edən bacısının nişanlısı ilə siyasi məqsədlərə xidmət edən evliliyi və 3 il keçməmiş baş verən ölümü təsvir edilir. Rəsmi məlumatlara görə Lucrezia vərəmdən vəfat edib, ancaq şayələrə əsasən onu əri 2. Hersoq Alfonso zəhərləyərək öldürüb. Müəllifin seçimi də şayələrdən yana olub. Bunu edərkən tarixi reallığı və faktları müasir tendensiyalara uyğunlaşdırmağı da unutmayıb. Bu təhriflər qəhrəmanın motivasiyasını müasirləşdirir. Baş qəhrəman mübarizə aparan və azadlıq arzulayan modern qadın kimi təqdim edilir. Elə məni də ən çox bu təqdimat ofsunlamışdı. Müasir oxucu tarixi şəxsiyyətin həyat fəaliyyətinə boylananda nələrdən dəhşətə gələ bilərsə, nələrə təəccüblənə bilərsə, məni də Lucrezia'nın hekayəsində eyni şeylər təəccübləndirdi, eyni şeylər dəhşətə saldı. Təsəllim oldu ki, intibah dövründə Medici'nin qızı, Hersoq Alfonso'nun arvadı olmaq, Lucrezia olmaqdan nə qədər üstün idisə, bu yanaşma indiki dövrdə biraz zəifləyib. Maggie O'Farrell ilə 3-cü görüşüm isə Anar Mahmudovun tərcümə etdiyi Tias Press nəşriyyatında işıq üzü görən Hamlet romanı vasitəsilə oldu. Romanın eyni adlı ekran işi Oscara namizəd olmaqla kitabı daha da populyarlaşdırdı. Evlilik portreti kimi tarixi fiction janrında qələmə alınan Hamlet 11 yaşlı oğlan uşağının ölümündən sonra ailə üzvlərinin keçirdiyi yas dövründən bəhs edir. Ancaq bir məsələ var ki, bu uşaq İngilis dramaturqu William Shakespeare ilə onun həyat yoldaşı
Tez-tez adı aktrisa Anne Hathaway ilə səhv salınan Agnes və yaxud Anne Hathaway-in oğludur. Maraqlısı odur ki, əsərin mərkəzində William Shakespeare yox, onun həyat yoldaşı dayanır. Elə bunun nəticəsidir ki, əsərdə Shakespeare-in adı keçmir. O, gah gənc latın dili müəllimi olur, gah əlcəkçinin oğlu, gah dəli qızın nişanlısı, gah da Suzannanın, Hamletin, Judithin atası. O'Farrell bu cəhətdən də yenilikçidir. Qadına biçilən rolu kişinin üzərində sınaqdan keçirir. Çünki adətən qadınlar kiminsə qızı, kiminsə bacısı, kiminsə arvadı rolunda çıxış edir. İndiki halda sonralar dünya şöhrəti qazanmış birinin bu rakursdan qiymətləndirilməsi şəxsən mənim çox xoşuma gəldi. O'Farrell özü də Literary Hub nəşrinə müsahibəsində bildirir ki, Shakespeare haqqında yazmaq əvvəl onu qorxudurmuş. Çünki bu ad artıq insandan çox simvola çevrilib. Buna görə də romanda onu daha çox adi insan kimi qələmə verməyə çalışır. Ana obrazına gəldikdə Agnesin timsalında kədəri böyük dramatik səhnələrlə deyil, gündəlik həyatın içindəki boşluqlar və səssizliklərlə hiss edirik. Bir itki bir neçə insanın həyatını dəyişir. Hər kəsi fərqli yollarla axtarışa çıxarır. Yolun sonunda tab gətirmək üçün hərənin bir dərmanı, həyatda qalmaq üçün bir amalı olur. Müəllifin digər qadın obrazları kimi Agnes də fərqlidir. Təbiətin qızıdır, güllərin, otların dilini bilir, quşların qayğısına qalır. Hamı ondan ehtiyat edir, ancaq xəstələnən kimi nicat tapmaq üçün hamı onun qapısını döyür. Digər ki, bu şəfaatçı qadın oğlunu ölümün pəncəsindən xilas edə bilmir. İntervyuda Maggie O'Farrell onu da qeyd edir ki, tarixdə Agnes savadsız və mənfi kimi təqdim olunub. Bunun əksinə müəllif onu romanda güclü müşahidə qabiliyyəti olan, təbiətlə sıx bağı olan qadın kimi təsvir etməyə çalışır. Baş qəhrəmanla yanaşı çox gözəl işlənən başqa məqamlar da var. Mənim üçün onlardan biri, bəlkə də birincisi, bir canlının, əşyanın qət etdiyi yolun köməyi ilə həmin dövrün mənzərəsini göstərmək idi. İskəndəriyyədə başlayan vəbanın Venesiyadan keçərək Stratforda çatması, bir meymundan başlayıb bir dərziyə çatdırılan bağlamada, Murano muncuqlarının büküldüyü cırcındırdakı bitlərlə yayılan səyahət hekayəsi, xəstəlik haqqında ucqar bölgədən Londona göndərilən məktubun qət etdiyi yol buna çox gözəl nümunə ola bilər. Mənim üçün başqa müsbət yanı da o oldu ki, ölümü aldatmaq üçün əkiz bacısının yerinə keçən Hamletin unudulmuş tarixçəsi Maggie O'Farrell'in emosional qələmi sayəsində yenidən yad edildi. Elə müəllifi içindən qarışıq bir çox oxucuya sevdirən də məhz onun klassik sujetdən daha çox qəhrəmanların daxili dünyasına boylanmaq imkanı yaratmasıdır. Oxuduğum bu 3 kitab sayəsində O'Farrell'in üslubunu belə qiymətləndirə bilərəm. Təhkiyədə çox vaxt zaman parçalanmış şəkildə verilir. Gah keçmişə hoppanırıq, gah gələcəyə uçuruq, gah da indinin özündə addımlayırıq. Sakit, həlim, təsirli tonu var. Buna isə çox vaxt lakanik cümlələrlə nail olur. Faciələri predmetli şəkildə təsvir etmir, əksinə həmin faciələrlə üzləşən insanların daxili dünyasına fokuslanır. Onun kitablarını oxuyanda sujetdən daha çox hisslər, duyğular yadda qalır. Məsələn, hər 3 kitab məndə müxtəlif duyğu spektrimi canlandırır. Esmeni xatırlayanda mərhəmət hissindən boğuluram. Lucrecia'nı xatırlayanda qorxudan və təşvişdən ürəyim sıxılır. Agnes'i xatırlayanda isə özümü boşluqda hiss edirəm. Qadın obrazları güclüdür. Bu gücü isə həmin hadisələrin cərəyan etdiyi dövr daxilində deyil, indiki dövrdən boylananda görə bilirik. Bəlkə də Esme və ya Esme kimilər həyatı əlindən alındığının fərqində deyildilər. Ancaq bugün biz həmin esmələrə baxıb onların həyatının əlindən alındığının, bununla belə onların həmin dar imkanlar daxilində kifayət qədər cəsarətli davrandıqlarını görürük. Lucrecia bəlkə də Hersoq sarayında, o böyük taxtda heç vaxt özünü yalnız hiss etməyib. Ancaq bugünün qadını həmin dövrdə Hersoq sarayında, böyük taxtda özünü yalnız hiss edə bilən Lucrecia'nı gözündə canlandıra bilir. Eynilə Agnes'in yası kimi. Bəlkə də o dövrdə Agnes itkisinə belə uzun müddətli yas tuta bilməyib. Ancaq bugün bu hekayə ilə tanış olan mən Agnes'in yerinə də yas tuta bilirəm. Təsəllimiz isə o olur ki, bütün kədərli hekayələrdə təsəlli tapa bilirik. Bu 3 kitabı bəyəndiyim ardıcıllıqla düzəsi olsam, siyahım belə olardı. 3-cü yerdə Esme Lennox'ın yoxa çıxması, 2-ci yerdə Hamlet, 1-ci yerdə isə evlilik portreti və ya Lucrecia'nın portreti. Hamletin məşğulluğuna rəğmən mənim üçün evlilik portreti hələ də Maggie O'Farrell'in qələmindən çıxan ən yaxşı əsərdir. Belə, bu dəfəlik bu qədər. Növbəti seçilmişin təsəllisində görüşənədək özünüzdən müğayət olun.